Ümumiyyətlə, Azərbaycan dilinin ədəbi normalarının qorunması hər birimiz üçün mühümdür. Xüsusilə də jurnalistlər üçün. Çünki biz jurnalistlər media olaraq ötürdüyümüz bütün məlumatlar, bütün informasiyalar, danışdığımız bütün sözlər cəmiyyət arasında qəbul olunur və cəmiyyət arasında biz fikir yaradırıq ki, bu sözləri əgər televiziya deyibsə, televiziyadan jurnalist bizə belə səslənibsə, aparıcı belə səslənibsə, deməli biz bu sözləri istifadə edə bilərik. Amma elə deyil. Çox təəssüflər olsun ki, bu dəqiqə bizim həm efir məkanımızda, həm də yazılı mediamızda Azərbaycan dilinin ədəbi normaları, orfoepiya qayda qanunları ciddi şəkildə pozulur. Bununla bağlı Prezident İlham Əliyevin sonuncu müraciətindən sonra biz jurnalistlərin üzərinə daha böyük məsuliyyət düşüb. Artıq biz əvvəllər də bununla mübarizə aparırdıqsa, artıq bundan sonra daha çox məsuliyyətli olmaq borcumuzdur və bununla yanaşı bugün Teleradio Akademiyasında təşkil olunan təlimlər də bir daha sübut elədi ki, media fəal işə keçib. Yəni biz ancaq söz deməklə kifayətlənmirik. Bütün media kapitanları, nəinki Teleradio Akademiyası, Azərbaycanda media ilə əlaqəli olan bütün qurumlar, hətta Elmlər Akademiyası belə, Dilçilik İnstitutu belə Azərbaycan dilinin ədəbi normalarının qorunması ilə bağlı ciddi işlər görür və inanırıq ki, bu işlər öz nəticəsini verəcək və görülən işlər sözdə qalmayacaq.